öyrənmiş kadrı özlərində saxlamaq üçün nələr eləyirlər, star işçiləri? Hə, o artıq belə deyək də HR-ın məsuliyyətində olan ən böyük belə deyim də öhdəlikdir. Çünki yaxşı iş şəraiti təmin etmək lazımdır. Onların belə deyim motivasiyasını daim pikdə saxlamaq lazımdır, yaxşı saxlamaq lazımdır. İş yerində müsbət həyəcan oyatmaq lazımdır. İş yeri daimi inkişaf eləməlidir. Yəni təlimləndirmə olsun, qeyri-maddi motivasiya alətləri olsun, digər maddi motivasiya, yəni maaşlar, bonuslar, iş şəraiti, yəni hətta çox кейs görmüşəm ki, insanlar artıq iş yerinə çox da şey yanaşmırlar. Məsəl üçün bir IT vakansiyası var idi. Bir şirkətə konsultasiya eləyirdik. Şirkət 4 günlük iş qrafikindən işləyən şirkətdir. Xarici şirkətlə işləyir. Şirkətin ofisində duş almaq üçün belə yer var. O dərəcədə, yəni ki, yatmaq üçün yeməyini verir, hər şeyini verir. Ora gələn adam düşünür ki, hə, bu görər də, işləyər də burada. Amma gəlib işləməmişdən qabaq soruşurdu, şirkətin nə layihələri var? Mən orada inkişaf eləyə biləcəm yoxsa yox? Hə, gəldim 1 ay, 2 ay, mən onu çöldə də təmin eləyə bilərəm də. Amma artıq bu inkişafı istəyirlər. Yəni iş yerində inkişaf yoxdursa, orada dayanacaq bəlli bir müddət sonra.